Birinci suala baxırıq. İlk rastımıza çıxan hər hansı bir seçim olaraq. Səhərin alaqaranlığında şehli yarpaqlar günəşin ilk şəfəqləri ilə yuyunur, təbiətin oyanış nəğməsini sükutla dinləyirdi cümləsində feillərlə bağlı yanlış fikirlər. Feillər burada iki dənədir. Yuyunur və dinləyir. Yuyunur, yumaq sözünə leksik şəkildə artırılıb qayıdış növdədir, indiki zamandadır. Dinləyirdi, sadə feildir dinləmək, indiki zamandadır. İdi hissəciyi artırılmışdır. Deyir, hər ikisi xəbər şəklindədir və quruluşca düzəltmədir. Hər ikisi düzəltmə deyil, ona görə bir yanlışdır. Biri indiki zamanda, digəri keçmiş zamandadır. Bu da yanlışdır, hər ikisi indiki zamandadır. Kökləri və başlanğıc formaları fərqli nitq hissələridir. Yumağın kökü də başlanğıcı da feildir. Dinləməyin də yenə kökü də başlanğıcı da feildir. 3 də yanlışdır. 1, 2, 3-ün ardıcıl olduğu C-dir. Baxırıq 5-ci fikirə. 5-də deyir, kökləri isimlə homonimlik təşkil edir. Yanlışdır, çünki dinləmək sadən dinləməkdir. Bunun kökü birbaşa isim deyil, feildir. Yumaq sözündə də yenə də feildir. Yu sözü isimlə homonimlik təşkil etmir. Biri qayıdış, digəri məlumdur. Bu 4 düzdür. Hər ikisi təsdiqdədir. 6 da düzdür. Cavabımız C.